Yəni İslam'a nə zərbə gəlibsə adətən içdən gəlib mühüm zərbələr. Çünki Qədirxumda Allah bu sözü demişdi. Demişdi vələ fəla təxşahum. Sən o tərəfdən qorxma, bir dənə bu tərəfdən narahat ol. Vəxşəuni. Özündən, öz ətrafında olanlar, ayənin məğzi mənası budur da. Nə başına gəlirsə İslamın, yoxsa haqq əhli həmişə qalibdir. Haqq əhli həmişə qalibdir. Zahiri məğlubiyyətlərini içinə varsız görürsünüz ki, iman əhlinin müşkülü var. Peyğəmbərin yanında olanların Uhudda məgər qələbə olmayacaqdı? Olacaqdı da. Niyə məğlubiyyət oldu? Zahiri məğlubiyyət belə deyək oldu da, hə? Niyə oldu? Çünki qulaq asmadılar Peyğəmbərə. Hüneyndə niyə oldu bu vəziyyət? Değişirdi bir anlıq, sonradan birdən değişdi. Qarşıda artıq qələbə çalmaq astansında idi ki, gedin baxın surəyə deyir, Ə'cəbətkum kəsrətukum. Özünüzlə çox öyündünüz deyən Allah vurdu sizi. Gəlin Sıffeynə, Sıffeyndə qələbə var idi da. Qələbəyə yetişmişdilər də. Nə baş verdi? Baş verən baş verdi. Ki, Əmir-ül-Müminin yanında bəsirətsiz, marifdən uzaq düşmüş insanlar qılıncı gətirlər, tutdular ki, səni öldürəcək Malikədən qayıtsın. Malikə yədələr, Malik vəziyyət pisdir. Dedi, bir addımlığındayam. Dedi, Əmir-ül-Müminin həyat təhlükəsi var. Dedi, canım Əliyə qurban olsun, qayıtdı geriyə. Vəziyyət budur. Bunlar tarixdir. Sıffeyn müharibəsindən sonra siz təsəvvür edin, o bəsirətsiz insanlar o cürünə addım atmasaydılar, nələr olacaqdı? Gör, İslam nə qədər böyük uğurlara imza atacaqdı. Sıffeyndə Bəni Üməyyə çöksəydi, orada da həll olub getsəydi, Bəni Üməyyə 100 ilə yaxın nə zərbələr vurdu İslama? Gedin kökünə baxırsınız, hardan çıxır məsələ? Yenə o Əmir-ül-Müminin yanında olan zahirən ya olanlar, həqiqətdə, amma onun yanında olmayanlar, bax, onlara görə bəla çəkdi İslam ümməti.